Salam, hər vaxtınız xeyir olsun. Bugün Cetera proqramı haqqında məlumat verəcəm. Xəritəni öyrənmək üçün istifadə edə biləcəyiniz proqramdır. Google üzərindən Cetera yazıb axtarışa verib daxil ola bilərsiniz. Açılan səhifədən istədiyiniz başlıqda xəritə oyunlarını seçə bilirsiniz. Bu hissədə məsələn nümunə olaraq bir xəritə açıb sizə göstərəcəm. Məsələn 32 ölkə, kiçik ölkələrdə burada. Əvvəlcə öyrənə də bilirsiniz, öyrənəndən sonra da oynaya bilirsiniz. Daha sonra burada ən sadədən materik və qitələr üzərindən də başlamaq olar. Yəni xəritəni açdıq, işləyirik. Səhv də eləyə bilərsiniz. Səhv elədiyiniz zaman nə olmuş olacaq? İndi onu görəsiniz burada. Məsələn, səhv elədiniz, tapa bilmirsiniz. 3 dəfə basandan sonra sizə doğru olan yeri göstərir qırmızı ilə. Qırmızını seçəndən sonra davam edirik. Və sona doğru səhvlərinizi yenidən öyrənməyə də fürsətiniz olur. Necə olur? Burada incələ hissəsi var. İncələ hissəsinə daxil olursunuz. Yenidən səhv yazdıqlarınızı sizdən soruşur. Yəni, sırf səhv yazdığınızı burada sizdən soruşur. Və onu da yazandan sonra deyək ki, xəritəni daha da yaxşı öyrənmiş olacaqsınız. Burada yenə nümunə olaraq məsələn, Asiyanı seçdik. Asiyanın içərisində hansı oyunlar var, onları görürsünüz. Həmçinin Azərbaycanı da burada veriblər. Azərbaycanın rayonları, rayon tapma oyunu. Deyərdim ki, ən yaxşı rayon tapma oyunu elə buradadır yenə. Rayonları verir, tək-tək əvvəlcə öyrənirsiniz, daha sonra oynayırsınız. Yəni, həm fiziki xəritə var, həm siyasi xəritə var. Burada ümumi fiziki xəritəni nümunə olaraq açmışam. Çaylar, göllər, dağlar, dənizlər, okeanlar. Yəni, əksəriyyəti var. Tək-tək materiklərin də olan oyunu var. Belə, sağ olun izlədiyiniz üçün. Gələn görüşlərə də inşallah görüşərik. Sağ olun.